Demək, Qeys yazıb ki, qardaş, valla sənin kimi insan çətin bir də dünyaya gələ, Allah sənə ömür versin. Minnətdaram qardaş, Allah razı olsun. Mən bir şey deyim sizə də, mən savabımı puldan üstün tuturam. Bax, mən açıq-aşkar reseptləri paylaşıram. Hamısını paylaşıram. Allah üçün paylaşıram. Çünki bir gün mən dünyadan köçüb gedəcəm. Qoy insanlar bu çəkdiyim videolar qalsın. Hər kəs eləsin, sağalsın. Mən paylaşdığım şeylər 20 qəpiklik arpadır, nə bilim, turbadır 2 manata, 2 manat 50 qəpiyə. Yəni hər zaman deyirəm ki, savab qazanaq axirətimiz üçün. Bax mən halal belə deyim də, halal belə bitkilər satan, macunlar satan insanları işıqlandırıram. Çünki özüm bundan istifadə edib fayda görürəm. Məsələn üçün Rəşad qardaş kimi halal macunçu, yeni səhifəsinə baxın, insanın üzünə baxanda bilinir ki, Allahdan qorxan insandır, mömindir. Bax Elmar qardaşımız çörək satır və s. var. Mən halal insanları işıqlandırıram ki, insanlar onlardan alıb faydalansın. Mən başqa şeylər paylaşmıram. Mən ucuz şeylər paylaşıram. Yenə də deyirəm, axirətim üçün. Mən hər kəsdən xahiş edirəm, məni heç axtarmayın. Mən neynirsiniz, siz axtarırsınız. Mən səhifədə açıq-aşkar hamısını deyirəm, göstərirəm. Necə dəmləyirəm, necə düzəldirəm, hardan alıram, necə fayda görürük, hamısını göstərirəm. Ona görə insanlar faydalanır. Mən axtarmağa ehtiyac yoxdur. Babası üçün deyirsiniz, babası üçün var. Ağciyərsi üçün ağciyər, qaraciyər, böyrəklər, prostat, mədə-bağırsaq sistemi hamısını paylaşmışam. Ən əsas gündəmdə olan xəstəlikləri paylaşıram. Yəni məni axtarmağınız, mənə pul verməyiniz istəmirəm mən onu. Vallahi ki istəmirəm. Mən savabı üstün tuturam, savabı yenə də deyirəm. Mən reseptləri Allah üçün paylaşıram, açıq-aşkar. Hamısını deyirəm, hardan alacaqsınız, nə alacaqsınız? Ya bundan artıq mən nə etməliyəm? Savab qazanmaq üçün. Yox, indi kimsə məni məcbur yaxamdan tutur ki, sən məndən fərdi məşğul olmasın. Artıq onda mən bir miqdar pul alıram. Çünki enerji itirirəm. Hər şeyi ona bir 2 saat danışıram, yenə də azdır. Vallahi ki azdır. 2 saat danışıram, deyirəm yox, nə qədər də şey qaldı. Yəni enerji itirirəm. Mən də o aldığım pulu meyvəyə, tərəvəzə verirəm. Yəni öz sağlamlığım üçün. Mənim sağlamlığım olmasa mən insanlara necə fayda verə bilərəm? Sual verirəm sizə. Belə gözəl insanlar, biraz çox danışdım.